14-cü fəsil. Renat səhər Dimaya zəng edib bildirdi ki, Amerikalıların böyük sərvət sahibinə çevrilmiş varislər barəsində 3 məqalə hazırlamaq təklifini qəbul edir. Sizov Renatın razılaşdığına inana bilmirdi. O hətta sevincindən telefonda hansısa təmtəraqlı bir marşın sözlərini mızıldandı və söz verdi ki, birazdan zəng edəcək. Renat bütün gün dostunun zəngini gözlədi. Onun üçün restoranlardan yemək gətirdilər. Dələtə zəng edib bildirdi ki, Ezametə gedəcək. Onunla Tamaranı da özü ilə aparacaq. Əvvəl Amerikaya, sonra isə Fransaya. Bu xəbər Tələti təəccübləndirmədi. Tamaranı isə sevindirdi. O gənc sahibi tamamilə öz təsiri altına alacağına, onun təkcə şəxsi katibi yox, həm də ən yaxın dostu olacağına ümidini itirmirdi. Rusiya kanalları bütün gün Kiyevdə təşkil olunmuş qırğından danışırdı. İqnat Qırbenikin ofisinə edilən hücum zamanı 14 nəfər öldürülmüşdü. Ukraynalı analitiklərin bir çoxu bu hadisəni Glushenko'nun ölümündən sonra başlamış tayfa müharibəsi hesab edirdi. Xeyli sayda şərh və icmalar verilirdi. Hətta Glushenko qardaşlarını da göstərdilər. Onlar baş vermiş özbaşınalığa görə hiddətləndiklərini bildirirdilər. Bu zaman Yuri daim kənara baxır, Stepan isə dodağının altında nəsə mızıldanırdı. Renat onları görəndə az qala qəhqəhə çəkib güləcəkdi. Hətta hücumu bu iki qardaşın təşkil etdiyinə əmin olmasaydı belə, onların şübhəli hərəkətlərindən hər şeyi başa düşə bilərdi. Lakin prokurorluq və milisin qanunlara riayət edən, sahibkar və vergi ödəyiciləri olan Glushenko qardaşlarına qarşı heç bir narazılığı yox idi. Müxtəlif ekspertlər danışır və hadisəni müəyyən ardıcıllıqla şərh edirdilər. Vladimir Glushenko'nun ölümündən sonra onun böyük imperiyası dağılmağa başlayır. Oliqarxın varisinin, bacısı oğlu Renat Şəripovun belə bir vəziyyətə hazır olmadığı ortaya çıxır. Hətta Şəripov özünün təcrübəsizliyini başa düşərək aktivlərin böyük bir hissəsini Qərbi Avropada yaşayan və görünür Glushenko'nun keçmiş şəriklərindən biri olan hansısa Belçikalı biznesmenin adına keçirir. Ukraynada bir qədər fərqli vəziyyət yaranır. Elə həmin Glushenko'ya məxsus olan Lvov nəqliyyat şirkətinin daxili quruluşu pozulur. İndi isə kimsə Glushenko'nun keçmiş şərikinə hücum edib. Televiziya kanallarından birində hətta xəstəxananın reanimasiya palatasını və orada yatan İqnat Qırbeniki də göstərdilər. Onu iki yerdən yaralamışdılar. Qırbeniki də... Lakin həkimlər bildirdi ki, yaralar həyat üçün təhlükəli deyil. Hətta Qırbenik elə bir vəziyyətdə müsahibə verməyi də bacarmışdı. O riyakarlıqla Vladimir Arkadyeviçin həyatda olmadığına təəssüfləndiyini deyirdi. Əgər o bizim yanımızda olsaydı, Qırbenik kameraya baxaraq deyirdi. Mən dostumun çiyninə söykənib dayanardım. Vladimir Arkadyeviç çox etibarlı adam idi. Əgər o hansısa möcüzə nəticəsində sağ qalsaydı, indi şərikim və dostum mənim yanımda olardı. O halda heç kim üstümə hücum çəkməyə cəsarət etməzdi. Lakin mən əvvəl-axır bu palatadan çıxacaq, mənə qarşı bu hücumu kimin təşkil etdiyini öyrənəcəyəm. Və biz Vladimir Arkadyeviçin işini davam etdirəcəyik. Bu, yoxa çıxmış Glushenko'ya ünvanlanan açıq hədə idi. Renat öz keçmiş şərikinin adını çəkəndə İqnat Qırbenikin üz ifadəsinin necə dəyişdiyini gördü. Mobil telefon zəng çaldı. Şəripov nömrəyə fikir vermədən cavab verdi və peşman oldu. Alçaq, Svetlana telefonda qışqırırdı. Bunu necə edə bildin? Hamı deyir ki, sən Lina ilə görüşürsən. Sənin vicdanın var. O mənim ən yaxın rəfiqəmdir. O sənin necə bir mənzildə yaşadığını bütün qrupa danışıb. Onu əvvəl mənimlə olduğun yatağa salmısan, yoxsa sənin hər qadın üçün ayrıca yataq otağın var? Renat heç nə deməyib telefonu bağladı. Sveta yenə zəng vurdu. Onun başqa nələr deyə biləcəyi Renat üçün maraqlı idi. Buna görə də telefonu açıb qulaq asdı. Telefonu bağlama. Böyük sarsıntı keçirmişəm. Mən o axmaq hərəkətə təsadüfən yol vermişdim. Amma sən qəsdən mənim rəfiqəmi evinə aparmısan. Mənim ən yaxın rəfiqəmi intiqam almaq üçün.
Şəripov yenə telefon bağladı. Svetlana'nın səsini eşitmək ona xoş değildi. Kiyevdəki hadisədən sonra onunla heç nəyi müzakirə etmək istəmirdi. Görünür qız da başa düşdü ki, münasibətləri həmişəlik bitib. Ona görə də daha zəng vurmadı. Əvəzində Tamara'dan zəng gəldi. Biz nə vaxt yola çıxmalıyıq? O soruşdu. Mən bilet sifariş verməli, viza məsələsini həll etməliyəm. Bu elə də sadə bir iş deyil. Bizim Fransaya vizamız var, Amerikaya isə yoxdur. Onlar vizanı asanlıqla verməyəcəklər. Əgər həmin jurnal təsdiq məktubu göndərsə, onda dərhal üçümüz üçün də viza tərtib edə bilərik. Sizə, mənə və Tələtə. Amma başa düşə bilmirəm ki, Tələti niyə özümüzlə aparırsınız? Ona təyyarəyə silah keçirtməyə icazə verməyəcəklər. Amerikada silahsız gəzməli olacaq. Fransaya da silahla buraxmayacaqlar. O bizim nəyimizə lazımdır? ABŞ-da xüsusi mühafizəçilər tuta bilərik. Mən buradan zəng edərəm. Bizi orada qarşılayarlar. Lap 10 nəfər tutarıq. Tələt nəyə lazımdır? Bu mənim şəxsi işimdir. Renat qısaca bildirdi. Qarışmaq lazım deyil. Artıq qərarımı vermişəm. Yaxşı, necə istəyirsiniz? Tamara dərhal razılaşdı. Sadəcə sizin bir neçə $100 qənaət etmək istəyirdim. Onun üçün də biznes klası bilet sifariş edim? Mütləq. Sonra Renat Dimaya zəng vurdu və xeyli gözlədi. Nəhayət Sizov cavab verdi və Şəripov telefondan gələn səslərdən anladı ki, dostu hansısa tədbirdədir. Dima, nə baş verir? O soruşdu. Mən bütün gün sənin zəngini gözləmişəm. Axı demişdin ki, zəng edəcəksən. Hansı məsələyə görə? Dimanın diqqətsizliyi istənilən adamı hövsələdən çıxara bilərdi. O verdiyi sözü bir anın içində yadından çıxara bilərdi. Renat bunu çox yaxşı bilirdi. Dimanın məsuliyyətsizliyi haqqında rəvayətlər dolaşırdı. Lakin Amerikalıların layihəsi həddən artıq ciddi məsələ olduğundan Dima heç olmasa bunu yadda saxlamalı idi. Amerika layihəsi, Renat çımxırdı. Başım xarab olub. Biz səhər səninlə bu barədə danışmışıq. Sən hələ mənim üçün hərbi marş da oxudun. Söz verdin ki, bir neçə dəqiqədən sonra zəng edəcəksən. Amma gün başa çatır. Sən isə zəng vurmamısan. Əgər lazım deyilsə, mən heç yerə getmərəm. Ya da gedərəm Afrikaya, şir öldürməyə. Ona pulum çatır. Niyə özündən çıxmısan? Dima soruşdu. Uşaqlar dayanın. Yanındakılara müraciət etdi. Mənim vacib söhbətim var. Bu həmin Renat Şəripovdur. Yox. O heç kimə müsahibə vermir. Heç kimlə də danışmaq istəmir. Yox, o heç kimlə tanış olmur. Hətta səninlə də, Larissa. Gözləyin, mən onunla danışmalıyam. Nə olub? Niyə o dəqiqə bağırırsan? Mən hər şeyi həll etmişəm. Amerika səfirliyində sənə zəng vurmalı idilər. Ev telefonunu onlara vermişəm. Niyə o dəqiqə qışqırırsan? Sənin adına olan dəvətnamə artıq onların səfirliyindədir. İstədiyin vaxt yola çıxa bilərsən. Mənə heç kim zəng vurmayıb. Renat hövsələsiz halda cavab verdi. Bu Amerikalıları lap əzafdır. Dima dərhal elan etdi. Onlar bizim vətəndaşlara bax belə münasibət göstərirlər. Hətta sənin kimi milyarderlərə də. Başqaları onların vecinə də deyil. Yaxşı olar ki, səfirliyə özün zəng edəsən. Ya da sənin katibən. Sən bunu mənə niyə demədin? Tamara'ya tapşırardım. Elə bildim özləri zəng edəcəklər. Heç kim zəng etməyib. Renat çığırdı. Axı, niyə qışqırırsan? Dimanı hövsələdən çıxartmaq çətin idi. O, həddən artıq şən və həyatsevər bir epikürçü idi. Epikür, qədim Yunan filosofu. Epikürçülük həyatdan zövq almağı ən gözəl nimət sayan, fiziki ağrı və həyəcanlara təslim olmamağı, Allahlardan və ölümdən qorxmamağı təlqin edən fəlsəfi cərəyan. Mən səhər zəng edib hər şeyi öyrənərəm. Mən daha heç yerə getməyəcəyəm. Renat əsəbi halda bildirdi. Heç yerə zəng etmək lazım deyil. Artıq inciyib.
Zizov başa düşdü. Bax, sənin xarakterin beləcə dəyişir. Öz milyardlarını alan kimi başlamısan adamların üstünə qışqırmağa, o cümlədən də ən yaxın dostunun. Axı, nə üçün hirslənirsən? Sabah səhər hər şeyi aydınlaşdıraram. Məgər bugün aydınlaşdıra bilməzdin? Axı, mən bütün gün sənin zəngini gözləmişəm. Sən anlamalısan ki, mən Moskvadan mümkün qədər tez çıxıb getməliyəm. Axı, məni öldürə bilərlər. Sadəcə it kimi gebərdərlər. Dima içini çəkdi. O yaxşı dost idi və Renatın it kimi gebərməsini istəmirdi. Mən bilmirdim ki, hər şey bu qədər ciddidir. O mızıldandı. Səhər tezdən gedəcəm səfirliyə. Əgər jurnal dəvətnamə göndərməyibsə, onda onları başımızdan rədd edərik. Həm də əməlli başlı. Mən mətbuat konfransı keçirib, hamıya necə işlədikləri haqda danışaram. Onları rüsvay edərəm. Narahat olma. Sabah səhər sənə zəng edəcəyim. İstəyirsən gəlim yanında qalım. Əgər tək qalmaqdan qorxursansa, lazım deyil. Renat gülümsədi. Gömbul yaramaz. Çox məsuliyyətsiz adamsan. Bunu sənə deyən olub? Olub. Dima şən səslə təsdiqlədi. Sən isə pozulmuş xarakteri və pis davranışları olan milyardersən. Bəs sənə bunu deyən olubmu? Olubmu? Yeri gəlmişkən, Linana nahaq yerə evinə apardın. İndi bütün şəhər danışır ki, o sənin məşuqəndir. Özü də bilirsənmi, ən gülməlisi nədir? Hətta adaxlısı da buna inanıb. Lakin onu atmağa hazırlaşmır. Görürsənmi, necə alicənab bir centilmendir. Bizim aramızda heç nə olmayıb. Renat yorğun halda bildirdi. Əlbəttə olmayıb. Sən ona sadəcə öz mənzilini göstərmirsən. Dima qəqqəhə çəkdi. Nə üçün də ləyaqətli bir centilmen özü kimi ləyaqətli bir xanıma öz böyük mənzilini göstərməsin. Hamısı düzdür. Rədd ol. Renat telefonu bir kənara atdı. Əgər sabah bu məsələ həll olunmasa, başqa bir yerə istirahətə gedəcək. Hətta hara olsa. Tamaraya deyəcək ki, onun üçün hər hansı bir kurorta, özü də mümkün qədər uzağa bütövka alsın. Sakit Okean adalarına, yaxud daha uzağa. Məsələn, Yeni Zelandiyaya. Bu gecə əvvəlki günlərdə olduğundan daha pis yatdı. Kabuslar ona rahatlıq vermirdi. Səhər saat 6-da yuxudan oyandı və uzun müddət gözünü tavana zilləyərək yataqda uzanıb qaldı. Bu gecə ilk dəfə giriş qapısını içəridən bağlamışdı. Əvvəllər heç vaxt bağlamazdı ki, Lida səhərlər mənzilə rahat girə bilsin. Lida səhər saat 8-də işə gələndə Şəripov aşağı düşüb onun üçün qapını açdı. Sabahınız xeyir. Qadın salamlaşdı. Nə üçün qapını içəridən bağlamısınız? Axı bilirdiniz ki, mən bugün gələcəyim. Biz sizinlə danışmışdıq ki, giriş qapısını məndə olan 2 açarla bağlayacaqsınız. Sadəcə unutmuşam. O heç nə izah etmək istəmirdi. Qadın daha heç nə soruşmadı. 2 saatdan sonra Dima zəng vurdu. Dəvətnaməni səfirliyə göndərmişdilər. Onlar viza almaq üçün öz pasportlarını təqdim edə bilərdilər. Şəripov Tamaraya zəng edib tapşırdı ki, səfirliyə yollansın və bilet sifariş versin. Sonra Plavnikə zəng vurdu. Vəkildən xahiş etdi ki, Kutyavinlə danışmaq üçün Astor şirkətində görüş təyin etsin. Yosif Borisoviç bunun məqsədə uyğun olmadığını bildirdi. Kutyavinin yaxşı vəkili var. Rezun familiyalı həmin vəkil. Yəqin ki, müdafiə etdiyi şəxsin Şəripovla onun ofisində görüşməsinə razı olmayacaqdı. Bunu qarşı tərəfə təzyiq göstərmək kimi qiymətləndirə bilərlər. Plavnik başa saldı və təklif etdi ki, neytral ərazidə yaxud hansısa restoranda görüşsünlər. Yox, Renat razılaşmadı. Yalnız Astorda, həm də yalnız bu axşam. Mən başqa yerdə görüşməyəcəyim. Yosif Borisoviç, vaxtım azdır. Mən Amerikaya gedirəm. Eşitmişəm. Axı harda görüşməyin nə fərqi var?
Başa düşün, onun vəkili razı olmayacaq. Belə çıxır ki, siz özünüzü ondan yüksək hesab etdiyinizi lap əvvəldən nəzərə çarpdırırsınız. Kutiyevini sizin şirkətin ofisinə dəvət etmək olmaz. Bu mədəni hərəkət deyil. Üzr istəyirəm, amma mən sizin vəkilinizəm. Elə buna görə də onunla görüş barəsində siz razılığa gəlməlisiniz. Renat kəskin tərzdə bildirdi. Yalnız az sonra və yalnız bu axşam. Şəripov dəstəyi qoyub geri çevriləndə Lidanın ona necə maraqla baxdığını gördü. Sizin problemləriniz var? Qadın astadan xəbər aldı. Ola bilər, Renat başını tərpətdi. Amma ətraflı danışmağı lazım bilmədi. Bu, Kiyevdə baş verən hadisələrlə bağlıdır. Lida birdən soruşdu. Renat təəccüblə onun üzünə baxdı. Siz FTX-də işləyirsiniz? FTX, Rusca FSB, Rusya Federal Təhlükəsizlik Xidməti. Yoxsa Baş Kəşfiyyat İdarəsində. Siz Kiyevdə olanları hardan bilirsiniz? Televizoru açmaq kifayətdir, Lida cavab verdi. Bütün kanallarda Kiyevdəki atışmadan 14 nəfərin öldürülməsindən, dayınızın şərikinin yaralanmasından danışırlar. Hamısında da sizin adınızı çəkirlər və siz bugün təsadüfən qapını içərdən bağlamışdınız. Baxmayaraq ki, binada keşikçilər var və kənar adamları içəri buraxmırlar. Mən nə fikirləşməliyəm? Bunu anlamaq üçün DTK-da Rusca KGB, Keçmiş Dövlət Təhlükəsizlik Komitəsi. İşləmək vacib deyil. İndi DTK yoxdur, Renat dedi. Bağışlayın, Lida, mən indi özümü həqiqətən yaxşı hiss etmirəm. Həm də bütün bu hadisələr, siz getmək istəyirsiniz. Mən dediklərinizi eşitdim. O başını tərpətdi. Bəlkə də belə yaxşıdır. Biraz dincəlsəniz yaxşı olar. Şəripov pilləkənlə yuxarı qalxdı. Öz yataq otağına qalxdı. Elə bu vaxt Plavnik səng vurdu və bildirdi ki, Kutiyevin bu axşam saat 7-də Astor şirkətində onunla görüşməyə razıdır. Amma o tək yox, öz vəkili ilə birlikdə gələcək. Mən indi zəng edib Nadejda Anatolievnanı xəbərdar edərəm. Plavnik dedi. Yox, heç kimi xəbərdar etmək lazım deyil. Renat razılaşmadı. Bu barədə heç kimə deməyin. Tamara da mənim qəbul otağımın və kabinetimin açarları var. Lazım gəlsə, qapını o açar. Mən özüm ona hər şeyi deyərəm. Sizdən başqa heç kim mənim bugün az sonra gələcəyimi bilməməlidir. Yaxşı, ixtiyar sizindir. Təcrübələnmiş vəkil razılaşdı. Şəripov tələtə zəng vurub tapşırdı ki, mühafizəsi üçün 3 maşın çağırsın. Hisslərini heç vaxt bürcə verməyən tələt yalnız vaxtı dəqiqləşdirdi. Axşama yaxın Tamara zəng vurub bildirdi ki, viza məsələsində heç bir problem yoxdur. Artıq biznes klasa biletlər sifariş olunub. Renat ondan xahiş etdi ki, saat 7 üçün Astor şirkətinə gəlsin. Səbəbini isə izah etmədi. Tamara məsələni dəqiqləşdirmək istədi, amma Renat dərhal söhbəti bitirdi. Şəripov düz saat 7-nin yarısında aşağı düşdü. Tələt bu dəfə 8 mühafizəsi çağırmışdı. Təhlükəsizliyi tam təmin etmək istəyirdi. Tapa bildiyi hər kəsi bura toplamışdı. Onlar 3 avtomobildə Astor şirkətinə yollandılar. Iosif Borisoviç və Tamara artıq orada gözləyirdilər. Renat kabinetə daxil olub öz kreslosunda əyləşdi. Vəkillə katibə kabinetə daxil oldular və dinib danışmadan masanın arxasında oturdular. Onlar Şəripovun heç nə danışmaq istəmədiyini başa düşür və ona əlavə sual verməyə çəkinirdilər. Saat 8-ə 15 dəqiqə işləyəndə qonaqlar gəlib çıxdılar. Kutiyevin orta boylu, kök, kirpisat bir kişi idi. Bəlkə də 10 il bundan əvvəl o daha qamətli və yaraşıqlı imiş. Renat fikirləşdi. İndi Kutiyevinin yaşı 40-ı ötmüşdü. Şişkin görünüşlü bu adamın gözlərinin altı torbalanmışdı. Qolları süst idi. Yanaqları sallanmışdı. Vəkil daha gümrah görünürdü.
Siçovula bənzəyən bu adam daim xırda dişlərini göstərərək gülümsəyirdi. Onun orta boyu, uzunsov sifəti, şiş burnu, balaca başına kip yapışmış qulaqları vardı. Renat vəkili görən kimi bu Rezun yox, hansısa Qurzundur, deyə fikirləşdi. Qurzun, gəmirici siçan. Vəkil balaca əlləri ilə Renatın əlini bərk-bərk sıxdı. Görünür, o bunu xüsusi olaraq məşq etmişdi ki, müştərilərində təsir oyada bilsin. Renat onun üzünə təəccüblə baxdı. Bu cür zəif görünüşlü adamın əlini belə möhkəm sıxa biləcəyini gözləmirdi. Uzun masanın arxasında əyləşdilər. Bir tərəfdə Şəripov, Yosif Borisoviç və Tamara, digər tərəfdə Kutyavinlə Rezun. Renat dərhal sözü başladı. Veniamin Alekseyeviç, mən çoxdan sizinlə tanış olmaq istəyirdim. Dərdinizin nə qədər böyük olduğunu anlayıram. Siz öz yeganə oğlunuzu və onun anasını itirmişsiniz. Elədir, Kutyavin üzünə kədərli bir ifadə verdi. Mənim balam həlak oldu. Yeganə yox. Plavnik ehtiyatla dedi. Onun ayrı-ayrı qadınlardan 2 uşağı da var. Demək, siz çox uşaqlı atasınız. Renat üzünü turşutdu. O uşaq mənə hamısından əziz idi. Kutyavin riyakarlıqla dedi. O qədər əziz idi ki, bütün bu illər ərzində onu bir dəfə də görməyə gəlməmişdiniz. Yosif Borisoviç özünü saxlaya bilmədi. Onların görüşməsinə uşağın anası mane olurdu. Rezun dərhal müdaxilə etdi. Müdafiə etdiyim şəxs öz oğlunu görməyi çox istəyirdi, amma anası buna qarşı idi. O qədər çox istəyirdi ki, hətta atalıqdan da imtina etmiş. Bunu məhkəmə yolu ilə sübut etmək lazım gəlmişdi. Plavnik xatırlatdı. İmtina etməmişdi. Rezun gülümsədi. Şübhə etmişdi. Məsələ burasındadır ki, uşağın anası nümunəvi əxlaqı ilə seçilmirdi. Siz də bunu çox yaxşı bilirsiniz. Onun çoxlu 2 tanışı vardı. Müdafiə etdiyim şəxs də bu səbəbdən və ədalətli olaraq həqiqətin müəyyən olunmasını tələb edirdi. Həqiqət müəyyən olunduqdan sonra isə alimentdən imtina etməmişdi. Arayışlar var. Veniamin Alekseyeviç uşaq üçün 3 dəfə pul ödəyib. Cəmi 3 ay. Plavnik başını tərpətdi. Bəs sonra? Sonra uşağın anası alimentdən imtina edib. Rezun əllərini yana açdı. Bu məsələdə heç kim günahkar deyil. Bizim əlimizdə onun notariusda təsdiq olunmuş məktubu var. Orada qadın rəsmi şəkildə alimentdən imtina edir və müdafiə etdiyim şəxsə uşağın familiyasını dəyişdirdiyi barədə məlumat verir. O, hətta oğlunun ata adını da dəyişdirməyə nail olmuşdu. Bu isə qanuna ziddir. Sizin müdafiə etdiyiniz şəxs bircə dəfə də oğlunu görməyib. Onun belə bir imkanı olmayıb. Onlar milyarder Glushenko'nun Antib'dəki Fransada kurort şəhəri villasında yaşayıblar. Müştərimin o qədər pulu yox idi ki, öz oğlu ilə görüşmək üçün təyyarə ilə lacivert sahilə gedə bilsin. Baxmayaraq ki, o həmişə buna səy göstərib. Renat Kutyavinin boz rəngli yöndəmsiz kostyumuna, qalstukuna baxdı və birdən soruşdu. Veniamin Alekseyeviç, sizin nə qədər pulunuz var? Müştərimin pulunun söhbətə nə dəxli var? Kutyavinin əvəzinə vəkil cavab verdi. Məsələ pulda deyil. Söhbət mənəvi təzminatdan gedir. O uşaq Kutyavinin oğlu idi. Müştərimin onun mirasından pay almağa haqqı çatır. Sizin mağazanızın qiyməti nə qədərdir? Renat maraqlandı. Kutyavin vəkilin üzünə baxdı. Rezun fikirləşdi ki, Şəripov onları razılığa gəlmək üçün çağırıb. Yəqin Kutyavinin gəlirinin məbləğini öyrənmək və ona miras payı təklif etmək istəyir. Buna görə də susdu. Ondan kömək ala bilməyən Kutyavin öskürüb dedi. $400.000.
Nə qədər? 350. Qutiyevin qiyməti bir qədər azaltdı. Mənim mağazam sizin nəyinizə lazımdır? Onu almaq istəyirsiniz? Yox, sadəcə anlamaq istəyirəm. 8, bəlkə də 9 il bundan əvvəl siz gözəl bir qadına rast gəlirsiniz. Həm də öz oğlunuzdan imtina edirsiniz. Gəlirsiniz. Dərhal onu öz yatağınıza salırsınız. Sonra həm ondan, həm də öz oğlunuzdan imtina edirsiniz. Məhkəmə sizin uşağın atası olduğunuzu təsdiqlədikdən və siz aliment verməyə məcbur etdikdən sonra isə 3 dəfə $700 pul ödəyirsiniz. 705. Rezon dərhal düzəliş verdi. $705. Renat razılaşdı. Qadının məktubunu aldıqdan sonra dərhal ödəməni dayandırırsınız. Bircə dəfədə maraqlanmırsınız ki, uşağın və onun anasının başına nə gəlib. Yalnız indi onların ölümündən neçə ay keçdikdən sonra miras tələb etmək qərarına gəlirsiniz. Görünür bunu sizə kimsə öyrədib. Onun mirasın bir hissəsini almaq hüququ var. Bu, Rusiya qanunlarına heç də zidd deyil. Rezun öyüdverici səslə qeyd etdi. Əlbəttə zidd deyil. Şəripov razılaşdı. Amma mən müştərinizin hərəkətindəki məntiqi anlamağa çalışıram. O çox alicənab adamdır və kasıb deyil. Onun bir neçə $100,000 dəyəri olan kiçik bir dükanı var. Çox yaxşı. Gəlin belə bir razılığa gələk. Siz öz iddia ərzənizi geri götürürsünüz. Mən isə sizə $1 milyon nəqd pul verirəm. Plavnik dönüb qorxa-qorxa Şəripova baxdı. Sanki belə bir təklif etmək olmaz. Bunu qarşı tərəfi ələ almaq kimi qiymətləndirə bilərlər, demək istəyirdi. Amma Renat ona elə baxdı ki, vəkil susmağı lazım bildi. Tamara başını buladı. Bu cavan oğlan mirası bir neçə ilin içində göyə sovuracaqdı. $1 milyon, Qutiyevin dodaqlarını yalayıb soruşdu. Nəqd pulla. 2 milyon. Renat təklifin təsirini artırmağı lazım bildi. Bizi bura ona görə çağırmışsınız ki, müştərimi satın alasınız. Rezon özündən çıxdı. Söhbət neçə $100 milyon gedir. Siz isə təklif edirsiniz ki, nəqd pulla $3 milyon. Renat yorğun halda dedi. Mən həm də nəzərə alın ki, daha heç nə təklif etməyəcəyəm. 3 milyon. Qutiyevin dönüb vəkilin üzünə baxdı. Rezon qətiyyətlə başını buladı. Tez qərar verin. Şəripov tələsdirdi. Sizin cəmi 30 saniyəniz var. Siz $3 milyon nəqd şəkildə alırsınız və bütün tələblərinizi geri götürərək həyatımızdan bir dəfəlik yox olursunuz. Qutiyevin alnındakı tər damcıları onun nə qədər həyəcanlandığını göstərirdi. O ətrafa baxır, qərara gələ bilmirdi. Onun vəkili anladı ki, məsələyə müdaxilə etmək vaxtıdır. Əgər Qutiyevin bu sövdələşməyə razılıq versə, vəkilə sənədlərin tərtib edilməsinə görə cüzi məbləğ, cəmi bir neçə min dollar çatacaqdı. Amma məhkəmədə udmağa nail olsalar, milyonlar qazanacaqdı. Məhz bu səbəbdən Rezun öz müştərisinə belə ağılsız addım atmağa imkan verə bilməzdi. Bizə dilənçi payı təklif edirsiniz. Rezun Qutiyevin qolunu sıxıb ehtiyatla dilləndi. Sizin 3 milyonunuz bizə lazım deyil. Forbes jurnalının məlumatına görə Vladimir Glushenko'nun sərvəti $3 milyard dəyərində qiymətləndirilirdi. Bizim böyük ehtimalla alacağımız 25% artıq $750 milyon edir. Məsələyə başqa şərtlərlə yanaşsalar 50% alacaq. $1,5 milyard. Deməli, siz bizə hətta 1% də yox, 1%-in 1/5 təklif edirsiniz. Mən sizi düz başa düşdüm. Yox, Renat quru tərzdə cavab verdi. Siz məni başa düşmədiniz. Müştəriniz də məni anlamadı. Artıq 30 saniyə keçdi və mən təklifimi geri götürürəm. İndi sizə necə hərəkət edəcəyimi deyim.
Mən həmin 3 milyon dolları burada oturan vəkilə verəcəyim və 100 nəfər başqa vəkil tutacağam. Lazım gəlsə 10, 20, hətta 100. 10, 20, hətta 100 milyon dollar xərcləyəcəyim. Və sizin bu məhkəməni uda bilməməyiniz üçün əlimdən gələn hər şeyi edəcəyim. Mən bu məhkəməni 20, 30, bəlkə də 40 il uzadacağam. Siz iş başa çatana qədər yaşaya bilməyəcəksiniz. Bu hədədir, Rezun tez soruşdu. Yox, müştərinizin gözünün altındakı torbalara baxın. Onun börəkləri xəstədir. Uzun müddət yaşaya bilməyəcək. Sağlam olmayan həyat tərzi öz təsirini göstərir. Mənim isə cəmi 30 yaşım var və uzun bir ömür yaşamağa hazırlaşıram. Bu mənim ilk və son təklifim idi. Mən daha sizinlə görüşüb söhbət etməyəcəyəm. Siz bu işi heç bir halda udmayacaqsınız. Lazım gəlsə mən hətta Ali Məhkəmənin hakimlərinin də hər birinə 1 milyon dollar paylayacaq və məhkəməni udacağım. Əgər onlar da məsələni həll edə bilməsə, Konstitusiya Məhkəməsinin hakimlərinin hər birinə 2 milyon dollar verəcəyəm. Amma elə edəcəyim ki, siz bircə qəpik də ala bilməyəcəksiniz. Siz xəsis və alçaq adamsınız. Kutyevin bu pullara haqqınız çatmır. Mən hətta sevinirəm ki, siz 3 milyonu götürməyə razılıq vermədiniz. Onları sizə verməyə heyfim gəlirdi. Rezun Kutyevini dümsüklədi və kağızlarını yığışdırıb ayağa qalxdı. Məhkəmədə görüşərik, deyə çıxmağa hazırlaşdı. Sağ olun. Özünü itirmiş Kutyevin hər ehtimala qarşı dedi. Onlar kabinetdən çıxdıqdan sonra Plavnik heyrətlə Renata baxdı. Sizə nə olub, deyə soruşdu. Mən heç vaxt sizi bu vəziyyətdə görməmişəm. Heç vaxt da görməyəcəksiniz. Şəripov yorğun halda cavab verdi. Sonra yerindən qalxıb bara yaxınlaşdı. Oradakı şüşələrə göz gəzdirib başını buladı. Tamara ona yaxınlaşdı. Nəsə içmək istəyirsiniz, deyə xəbər aldı. Su istəyirəm. Qazlı və ya mineral fərqi yoxdur. Amma burada təkcə spirtli içkilərdir. Su aşağıda soyuducudadır. Tamara əyilib soyuducudan 2 şüşə çıxartdı. Yaşıl Perrier və bozuntul göy rəngli Evian. Fransa brendi olan mineral sular. Onları kiçik masanın üstünə qoydu. Sonra 3 qədəh götürdü. Mən burada çox az oluram. Renat mızıldandı. Tamara şüşələrin ikisini də açdı və 2 qədəhə su süzdü. Sonra qədəhlərin ikisini də Renata uzatdı. Renat Evian'ı seçdi. Tamara Priyeri özünə götürüb gülümsədi. Siz dəyişirsiniz, dedi. Özü də bu dəyişiklik həmişə mənfi istiqamətdə olmur. 14-cü fəslin sonu. 15-ci fəsil. Təyyarənin içi soyuq idi. Ya da ona elə gəlirdi. Hər halda gülər üzlü stüardessanın gətirdiyi isti adyala bürünsə də uçuş zamanı demək olar ki, yatmadı. Tələt isə təyyarə havaya qalxan kimi yuxuya getmişdi. Görünür, təyyarənin içində qəsd ehtimalı yerdəkinə nisbətən çox az olduğundan o burada özünü daha arxain hiss edirdi. Tamara yaxşıca yemiş və 2 qədəh də ağ şərab içmişdi. Tez-tez birinci zərgədə oturmuş Amerikalıya bənzəyən bir qocaya baxıb gülümsəyirdi. Renat adyalı başına çəkib yatmağa çalışdı. Amma heç nə anlamadı. Başını adyalın altından çıxaranda Tamara'nın artıq keçib həmin Amerikalının yanında oturduğunu gördü. Qoca xoşbəxtlikdən daim Çin heykəlcikləri, yerdəki həyatın əzablarından qurtulmağın rəmzi olan gülən Budda heykəlcikləri, əsasən Çinidən hazırlanan bu figurların başı və əlləri tərpənir. Kimi başını tərpədirdi. Yəqin 100 yaşı olar, Renat fikirləşdi və yenə adyalı başına çəkdi. Axmaq qadın, gör kimin yanında oturub.
Yarım saatdən sonra yenə başını adyalın altından çıxaranda Tamara artıq qayıdıb öz yerində oturmuşdu və qulaqları taxıb musiqi dinləyirdi. Renat qocaya baxdı və onun ağzını açaraq xoşbəxt halda yatdığını gördü. "Sən onu əldən salmısan," Şəripov dedi. Tamara qulaqlıqları çıxartdı. O, elə söhbət vaxtı yuxuya getdi. Məyus halda bildirdi. Özü də milyoner falan deyilmiş. Stüardessa dedi ki, ücretli biletlə gedir. Hansısa müharibənin veteranıdır. Yəqin ki, 1-ci Dünya müharibəsinin. Renat gülüşünü güclə saxlayıb, amansızlıqla əlavə etdi. Tamara ələ salındığını anladı və şübhəli baxışlarla Şəripovu süzdü. Heç bir söz deməyib qulaqlıqlarını taxdı. Növbəti dəfə yemək gətirəndə imtina etdi və eniş elanı verilənə qədər kədərli halda sustu. Onları New York hava limanında jurnalın nümayəndəsi qarşıladı. O böyük sevinclə Renatla görüşdü. Tələtin əlini hörmətlə sıxdı və haqqında məqalə hazırlamalı olduqları varislərə aid sənəd qovluğunu Tamaraya verdi. Onun yanında mühafizə agentliyinin 4 nəfər əməkdaşı dayanmışdı. Onlardan 3-ü qaradərli idi. Hamısı ucaboy idi. Gözlərində qara eynək, əyinlərində tünd kostyum və açıq rəngli köynək vardı. Bütün bunların həqiqət olduğuna inanmaq çətin idi. Renat düz çıxışda dayanmış, böyük Rolls Royce'a əyləşdi. Tamara onun yanında yerini rahatladı. Tələt qarşı tərəfdə oturdu. Qaradərli mühafizəçilərdən biri sürücünün yanına keçdi. Qalan 3 nəfər onları müşahidə böyük cipdə yerləşdi. "Bu tamaşa nəyə lazımdır?" Renat ciddiyyətlə soruşdu. "Burada bizə kim hücum edə bilər? Biz Amerikada kimə lazımıq?" "Bu mənim işim deyil," Tamara cavab verdi və Tələti göstərdi. Agentliyə zəng vurmağımı o xahiş etdi. Tələt isə susurdu. "1-2 mühafizəçi bəs edərdi," Renat dedi. Tələti də əlavə etsək, mənim mühafizəm üçün tamamilə kifayət idi. "Zərər yoxdur," Tamara çiynini çəkdi. "Özümüzü xarici ölkənin nazirləri kimi hiss edərik. Onlar mənim xoşuma gəlir. Etirazlı görünürlər. Yaraşıqlı və qoçaqdırlar." "Dayırdakı qoca da sənin xoşuna gəlmişdi," Renat xatırlatdı. "Bəlkə də o mənim üçün bir fürsət idi." Tamara içini çəkdi. "Axı mən də hərdən qadın olduğumu xatırlamalıyam. Bizim Tələt toxunulmaz büt kimidir. Onu yalnız sizin mühafizəniz maraqlandırır. Yosif Borisoviç isə arvadını sevən və nümunəvi atadır. Əri və nümunəvi atadır. Doğrudan. Mən onun sadiq ər olduğunu demədim," Tamara qeyd etdi. "Amma sevən ər olduğu dəqiqdir. Onun artıq nəvələri də var. Siz isə mənə fikir vermirsiniz. Siz Malodessetsə qrupundan olan döşləri şişirdilmiş qızlar daha çox maraqlandırır. Hərdən fikirləşirəm ki, onların sinələri, dodaqları və beyinlərinə sərf edilən o qədər silikonu başqa məqsədlər üçün istifadə etmək daha yaxşı olardı. Məsələn, xalq təsərrüfatının inkişafı üçün." Renat qəhqəhə çəkdi. Hətta Tələt də gülümsədi. "Sən gərək Kutuyevini yoldan çıxaraydın," Renat xatırlatdı. "Onun öz şəxsi mağazası var. Həm də bir halda ki, 3 arvaddan 3 uşağı var, deməli qadınların xoşuna gəlir. Qətiyyən olmaz." Tamara üzünü turşutdu. "Xəsisin biridir, üz gözündən görünür. Həm də əzlafdır. Öz uşağından imtina edibmiş. Xəsis və əzlafdır. Məgər beləsi ilə görüşmək olar? Yəqin prezervativə pul xərcləməyə xəsislik edir. Ona görə də hər görüşdən sonra ondan uşaqlar doğulur. Özü də qadınlar onun könüllü surətdə
Qadınlar onunla könüllü surətdə görüşməz. Yəqin onlara pul verir. Kobud və qanacaqsız adamdır. Yox, o mənim zövqümə uyğun deyil. Bu qədər fasfası olmaq lazım deyil. Renat zarafat etdi. Ərsiz qalarsan. Ərdən danışan kimdir? Tamara təkəbbürlə soruşdu. Hər kəs mənim tayım ola bilməz. Mən bahalı və əlçatmaz qadınam. Məni əzizləmək, qayğımı çəkmək lazımdır. Məni qaz filtrəsinin yanında saxlamaq olmaz. Kotlet bişirmək, çirkli corab yumaq mənlik deyil. Hüquq elmini və xarici dilləri bunun üçün öyrənməmişəm. Sizdən nə qədər miras aldığımı, maaş aldığımı bilirsiniz. Mənə qəlbim, ruhum üçün kişi lazımdır. Həm də məni bəsləməsi üçün. Bu isə sadə məsələ deyil. Eləsi olmur, Renat gülümsədi. O qədər olur ki, Tamara razılaşmadı. Əsas odur, düzgün seçim edəsən. Təsadüf isə hər yerdə ola bilər. Təkcə təyyarədə yox, hava limanında mənə yanına getdiyimiz qıza aid məlumatları verdilər. İstəyirsiniz oxuyun. Oxuyun. O cavab gözləmədən çantasından qovluq çıxartdı. Sara Fulen, 23 yaşı var. Onun nənəsi hörmət sahibi olan əmlak taciri Don Fulen'in arvadı və onun yeganə qızının anası olub. Məlum olmayan səbəblərə görə Fulen 45 il bundan əvvəl onları Nevada ştatında qoyub, özü isə Kaliforniyaya gedib. Orada əmlak satışı ilə məşğul olub və böyük uğur əldə edib. Nəticədə nəinki şəhərin, hətta ölkənin ən varlı və hörmətli adamına çevrilib. Bu vaxt onun qızı atasız böyüyürdü. O 16 yaşına çatanda gözəl bir qıza çevrilir. Hansısa bir Meksikalıya qoşulub qaçır və onunla birlikdə Texasa gedir. Oradan Arizona'ya keçirlər. Nevada, Texas, Arizona, Amerika ştatları. Sara Fulen də Arizona'da doğulur. O vaxt qız Diaz familiyasını daşıyırmış. Sara'nın 4 yaşı olanda anası ölür. Qız daim sərxoş olan atası ilə birlikdə vagonda yaşayır. 14 yaşında anasının yolu ilə gedərək evdən qaçır. Deyilənə görə hansısa sərsəri bir rocker şəhər küçələrində motosikillərlə ötmə yarışları təşkil edən gənclərə verilən adlardan biri. Onu zorlayıbmış. Amma özü heç vaxt bu barədə danışmır. Hər halda Sara evdən qaçmış və ölkənin hər yerində gəzib dolaşan rocker dəstəsinə qoşulmuşdu. Onun sonraki həyatını təsəvvür edə bilərsiniz. Narkotik maddələr, təcavüz, 3 dəfə həbs. O məktəbi atıb, striptizci, ofisiant, rəqqəsə kimi işləyir. Don Fulen ağır xəstələnəndə Sara'nın 19 yaşı varmış. Fulen'in uşağı yox idi. Başqa nigahdan olan yeganə oğlu öz şəxsi təyyarəsində qəzaya uğrayıb ölmüşdü. Xəstəliyi şiddətlənəndə Nevada'da qoyub getdiyi birinci arvadı və qızı yadına düşür. Detektivlər hər yerdə milyarderin qohumlarını axtarmağa başlayır. O zaman Don Fulen'in birinci arvadının yaşı 70'i ötmüşdü. Qocalar evində ömrünün son günlərini yaşayırdı. Sara'nın hətta nənəsinin də varlığından xəbəri yox idi. Belə bir babası olduğunu isə heç ağlına da gətirmirdi. Onu Don Fulen'in ölümündən 2 həftə əvvəl tapıblar. Deyirlər ki, qoca artıq ətrafında baş verənləri yaxşı dərk etmirmiş. Amma bütün sərvətini nəvəsinin adına keçirib. 8 milyard dollara yaxın sərvəti. Beləliklə, ucuz barda çalışan, müştərilərin qoyduğu hər sentə sevinən kasıb bir ofisiant birdən-birə milyarderə çevrilir. O miras aldıqdan sonra ilk olaraq işlədiyi barı satın alır və oranı yandırır. Təsəvvür edirsiniz, o vaxtdan 3 il keçib. Deyirlər, Sara müxbirlərlə görüşməkdən imtina edir və heç kimə müsahibə vermir. Amma ona Amerika jurnalının layihəsi haqqında danışdıqları zaman
məhz sizinlə görüşməyə razılıq verib. Saraya deyiblər ki, siz keçmiş jurnalistsiniz. Miras almamışdan əvvəl milyarder dayınız haqqında heç nə bilməmisiniz. Ona sizin çəkdiyiniz əzablar, boşanmağınız, qızınızın sizsiz böyüməsi, onlar üçün dolanışıq pul qazana bilməməyiniz və birdən-birə dünyanın ən varlı adamlarından birinə çevrilməyiniz haqqında təsirli tarixçə danışıblar. Sizin həyat tarixçəniz Sara Fuleni maraqlandırıb və o sizinlə görüşməyə razılıq verib. Dayan, Reynat dedi. Mən heç nə başa düşmədim. O mənim barəmdə bu cür qəribə məlumatları hardan öyrənib. Özü də kim deyir ki, mən dolanışıq üçün pul qazana bilməmişəm. Lap yaxşı qazanmışam. Mən Moskvada ev tutmuşam. Keçmiş ailəmə kömək etmişəm. Aliment vermişəm. Redaksiyalarda mənə münasibət həmişə yaxşı olub. Belə cəfəng məlumatlar hardandır? Mənim çəkdiyim əzabları kim uydurub? Tamara içini çəkdi. Sara Fulenə aid sənəd qovluğunu bağladı. Əlbəttə ki, dostunuz Dimas Yusuf. O bu əhvalatı Amerikalılar üçün uydurub. Onu elə təqdim edib ki, sizin Sara Fulenin və Fransız Lerounun həyat tarixçiləri bir-birinə bənzəsin. Fikirləşib ki, belə daha maraqlıdır. Həm də bu cür ağlasığmaz əhvalatlar ən mərhəmətsiz insanın da gözlərini yaşarda bilər. Mən onu öldürəcəyim, Reynat qətiyyətlə dedi. Təsəvvür edirəm, indi Amerikalılar mənim barəmdən nə fikirləşir? Onlar fikirləşir ki, siz 3 milyard dollarlıq sərvətin varisisiniz. Tamara vurğuladı. Burada sizin ruhunuz və qəlbiniz haqqında axmaq suallar vermirlər. Burada sizin cibinizi dəyərləndirirlər. Əgər o qədər pulunuz varsa, deməli uğurlu adamsınız və Allah da sizi sevir. Əgər pulunuz yoxdursa, bu sizin öz probleminizdir və hamıya sübut etməlisiniz ki, pul qazanmağı bacarırsınız. Onların düşüncəsi belədir. Həmin Saranın həyatında həddən artıq ağlasığmaz təsadüflər olub. Onun uğurlu adam olduğuna inanmaq çətindir. Reynat donquldandı. O çox çəkmədən ölə bilər. O çox içməkdən ölə bilərdi. Ya da striptiz barda qalıb fahişəyə çevrilərdi. Bəs əgər Don Fulenin oğlu qəzada ölməsəydi, əgər milyarder tək qalıb hissə qapılmasaydı və itmiş qızını axtarmasaydı, əgər detektivlər onun arvadını qocalar evində tapmasaydı və zəncirvarı xətlə axtarıb onun nəvəsinin yerini müəyyən edə bilməsəydi, bəs onda necə olacaqdı? Əgər həmin qız o qədər çətinlikdən salamat çıxa bilibsə, deməli güclü insandır. Tamara onunla razılaşmadı. Bu məsələdə mən təsadüfə inanıram. Əgər babası sıfırdan başlayaraq 8 milyard dollarlıq sərvət toplaya bilibsə, onun özü də hətta roker dəstəsinin içində balaca bir qız olsa belə hər şeyə tab gətirə bilərdi. İndi isə o özü kimi yoluna azmış ruhla görüşmək istəyir. Reynat qeyd etdi. Düz sözümdür. Mən doğrudan da Dimmanı öldürəcəyim. Mənə bunlar haqda danışmayıb. O qız harda yaşayır? Biz hara gedirik? 1-ci Avenyuya. Düz parkın yanındadır. Onun mənzili 27-ci mərtəbədədir. Bütün mərtəbəni tutur. Babasının mənzilidir. Amma Don Fulen heç vaxt orada olmayıb. Düz 800 kvadrat metrdir. Tamara qovluqdan bir neçə fotoşəkil çıxarıb Reynata uzatdı. Bunlar Saranın babasının qazandığı vaxt çəkilmiş şəkillərdir. Arıq, yeniyetmə qız qorxa-qorxa obyektivə baxırdı. Hiss olunurdu ki, ətrafdakıların ondan nə istədiyini anlamır və özünü necə aparmalı olduğunu bilmir. Baxılı geyimlər isə onun əynində özgənin paltarı kimi görünürdü. Onun üçün çox çətin olub. Şəripov fotoşəkilləri qaytarıb dedi. O tək yaşayır. Yaşayır, yoxsa həyatında kimsə var? Sənədlərdə bu barədə heç nə yazılmayıb. Tamara məyus halda cavab verdi. Amma hər şeyi yerində öyrənə bilərik. Artıq ona zəng vurublar.
bizi gözləyir. Mən sizin üçün tərcümə etməliyəm, yoxsa ingilis dilində özünüz danışacaqsınız? Mən dili o qədər yaxşı bilmirəm ki, incəliklərinə qədər başa düşün. Renat bildirdi. Sən yanımda olsan yaxşıdır. Amma ona mənim vərəsəyə sahib olana qədər keçirdiyim ağır həyat haqqında danışmayasan. Bu doğru deyil. Əlbəttə mənim də həyatımda çətin vaxtlar olub. Bəzən dostlarımdan borc almışam. Amma bu o demək deyil ki, mən də striptiz barda işləmişəm. Ya da pivəxanada müştərilərə xidmət göstərmişəm. Bizim talelərimiz heç də oxşar deyil. Amma nəticə eynidir. Tamara təntənə ilə qeyd etdi. İkiniz də çox varlı və məşhur adama çevrilmişsiniz. Məşhurluq çirkin şeydir. Renat Pastemarkın Boris Pasternak, 20-ci əsr Rus şairi və yazıcısı, məşhur Doktor Jivgo romanının müəllifi. Bakın, cümləsini xatırladı. Ümid edirəm, bu sözlərin kimə məxsus olduğunu bilirsiniz. Əlbəttə, Tamara gülümsədi. Amma həmin şeirdə söhbət puldan yox, yaradıcılıqdan gedir. Şair orada milyarderləri nəzərdə tutmur. Bəlkə də yaradıcılıq məsələsində haqlıdır. Şairləri təbəqələrə görə fərqləndirmək yaxud onların dərəcələrini təyin etmək çətindir. Ona görə də həmin mühitdə məşhurluq kifayət qədər mürəkkəb məsələdir. Böyük sərvət sahiblərinə gəlincə, bu məsələdə hər şey dəqiq hesablanır. Pul nə qədər çox olsa, o qədər yaxşıdır. Bu pozisiya deyil, maddi olan bir şeydir. Renat onun sözlərinin Tələtin xoşuna gəlmədiyini görürdü. Amma Tələt susur və onların söhbətinə müdaxilə etmirdi. Renat üzünü çevirib pəncərədən baxmağa başladı. Artıq New Yorkun mərkəzində idilər. Şəripov Manhattanın nəhəng binalarına maraqla baxırdı. O heç vaxt Birləşmiş Ştatlarda, ümumiyyətlə, qərbdə olmamışdı. Renat əvvəllər bu şəhərə gəlməyi heç arzulaya da bilməzdi. Avtomobillər digər nəhənglərin fonunda bir qədər kiçik görünən binaya yaxınlaşdı. Bu bizim oteldir, Tamara bildirdi. Sizin üçün böyük suit nömrə sifariş verilib. Bizim üçün isə sizinlə yanaşı otaqlar. Özünüzü səlqəyə salmaq üçün saat yarım vaxtımız var. Sonra isə Sara Fulenin yanına gedəcəyik. Oteli sadəcə dəbdəbəli adlandırmaq düz olmazdı. Bura təkcə Amerikada deyil, bütün dünyada meyxana biznesinin şöhrətini təşkil edən əfsanəvi otellərdən biri idi. Liberalizm və demokratiya ideyaları ilə korlanmış Avropada çoxdandır bu cür dəbdəbəli saraylar tikilmirdi. Əsl möhtəşəm otellər yalnız təmtərağın, cahcılalığın qiymətini bilən insanların hələ də qaldığı Asiyada uzanırdı. Onlar nəinki bu cür qeyri-adi neçə $1000 qiyməti olan nömrələrdə yaşamaq imkanına malik idilər. Həm də ən başlıcası bunu kifayət qədər sərbəst şəkildə, ictimai rəydən, demokratik mətbuatdan, liberalların tənqidlərindən ehtiyatlanmadan edirdilər. Çünki Asiya ölkələrində bunlar sadəcə olaraq mövcud deyildi. Mədəniyyətin bütün nailiyyətlərinə baxmayaraq, burada insanlar arasındakı aşkar təbəqələşmənin iyerarxiyası qorunub saxlanırdı. Renat içindəki etirazın necə artdığını duya-duya nəhəng vanna otağı olan böyük nömrəni gözdən keçirirdi. Bir tərəfdə Rusiyadakı qəpik quruşdan ibarət pensiya alan milyonlarla insan, digər tərəfdə əslində elə həmin pensiyaçıları soyub talayan adamların özünə rəva bildiyi bu cür ağlasığmaz dəbdəbə. Böyük bir ölkəni yaradan, bəşəriyyətin ən dəhşətli müharibəsində onu qoruyub saxlayan, sonra yenidən dirsəldən qocalar həmin ölkə dağıldıqda heç nə qazanmadılar. Başqaları daha cavan və diribaş
daha həyasız və vicdansız olanlar böyük bir ölkənin əvvəlki nəsillər tərəfindən qazanılmış bütün sərvətini özlərinə almağı bacardılar. Şəripov divanda oturdu. Artıq onun nömrəsinin daxili quruluşunu heyranlıqla gözdən keçirməkdə olan Tamaranı dinləmirdi. Burada hər şey çarpayının yanındakı dolabın üstünə qoyulmuş, kiçik kompüterlə idarə olunurdu. Qonaq yerindən durmadan bütün otaqların işığını yandırıb söndürə, televizoru və radionu işə sala, son xəbərlərə qulaq asa, xidmətçini yaxud qapısını çağıra, öz nömrəsinə çay və qəhvə sifariş verə bilərdi. Burada şampan şərabını və meyvəni pulsuz verirdilər. Hər halda bu cür nömrələrdə yaşamağı özünə rəva bilən və çoxlu pul ödəyən qonağın bəzi güzəştlərə haqqı çatırdı. Şəripov heç nəyə əl vurmadan divanda oturub gözlədi. Nəhayət Tamara qayıdıb bildirdi ki, onları gözləyirlər. Qonaqlar 2 avtomobildə Sarafulenin otelindən bir neçə kvartal aralda yerləşən evinə yollandılar. Artıq Renatı heç nə sevindirmirdi. Nə bu nəhəng binalar, nə küçələr, nə də gördüyü adamlar. Broadway-dəki New Yorkun ən uzun küçəsi kimi New Yorkun bu hissəsində də həmişə adam çox olurdu. Ən bahalı mağaza və butiklər müştərilər üçün açıq idi. New Yorkun olduqca hamar yollarına yaraşmayan böyük avtomobillər dünyanın hər yerindən gəlmiş müştəriləri bu mağazalara daşıyırdı. Əyinlərində mükəmməl tikilmiş bahalı kostyumlar olan çoxlu sayda məmur və işçi tələsə-tələsə o yan bu yana gedirdi. Cəmaət arasında qətiyyətli, aqressiv və zirək qadınlar üstünlük təşkil edirdi və onlara fikir verməmək mümkün deyildi. Ora baxın, Tamara dilləndi. Məşhur Tiffany zərgərlik mağazasıdır. Deyirlər burada hər gün bir neçə milyon dollarlıq satış olur. Özünüzə heç nə almaq istəmirsiniz. Mən zinət əşyalarından istifadə etmirəm. Renat quru tərzdə cavab verdi. Bura varlı arvadlarının mağazasıdır. Birdən anladı ki, özünü həmin kateqoriyaya aid etmir. Elə bil onun özü varlı avara deyil. Bura varlı avaraların mağazasıdır. Elə bil onun özü varlı avara deyildi. Əvvəlki kimi müəyyən işlə məşğul olur, qəzetlərə məqalə verir və öz qanararını alırdı. Həmin qanarara isə nə qədər çalışsaydı, qaldığı oteldə bircə çarpayılıq yer ala bilməzdi. Avtomobillər binaya yaxınlaşdılar. Mühafizə xidmətinin əməkdaşları maşınlardan tökülüşüb yolu kəsdilər ki, Şəripov binaya rahat girə bilsin. Özünü Sarafulenin şəxsi katibi Henri Ricardo olaraq kimi təqdim edən nəzakətli cavan oğlan otelin salonunda onları gözləyirdi. Onun Latin Amerikalı olduğu bilinirdi. Tamara əyninə bahalı kostyum geyinmiş, çox səliqəli və yaraşıqlı cavanı görəndə həyəcandan qızardı. Oğlanın sağ qulağında sırğa vardı. Renat bunun artıq olduğunu fikirləşdi. Onlar Ricardo ilə birlikdə 27-ci mərtəbəyə, Sarafulenin iqamətgahına qalxdılar. Mənzilə yalnız Ricardo, Tamara və Renat daxil oldu. Qapını qaradərili yaşlı qadın açmışdı. Onlar pəncərələri parka baxan qonaq otağında divanların üstündə yerlərini rahatlayıb ev sahibəsini gözləməyə başladılar. Ricardo qızın dalınca getdi. Tamara heyranlıqla ətrafa baxırdı. Biznes klassda uçmaq, bu bir milyarderin katibəsi işləmək, New Yorkun ən bahalı otellərindən birində qalmaq, limuzinlərdə gəzmək, Ricardo kimi adamlarla rastlaşmaq, 8 milyard dollarlıq sərvəti olan adamın evinə qonaq gəlmək onun üçün xoş idi. Ona elə gəlirdi ki, bu cür həyat yaşayanlara qoşulmaq onun özünü də həqiqətən xoşbəxt edir. Bəlkə də məhz bu səbəbdən onu xoşbəxt edəcək bir kişi tapmaq Tamara üçün çətin idi.
Bunu istəyən kişinin sərvəti yanında 7 yaxud 8 sıfır gələn hansısa rəqəmə uyğun olmalıydı. Nə edəcək? Kişi tapmaq Tamara üçün çətin idi. Bunu istəyən kişinin sərvəti yaxud 8 sıfır gələn hansısa rəqəmə uyğun olmalıydı. Qapı açıldı. Onlar bu yaxınlarda 23 yaşı tamam olacaq gənc bir qız görəcəklərini gözləyirdilər. Amma Ricardo otağa əlil arabasına bənzəyən bir kreslo itələdi. Orada ən azı 150 kilo çəkisi olan yöndəmsiz bir qadın əyləşmişdi. Onun fil ayağına bənzəyən iri ayaqları, şişkin sifəti, ət basmış gözləri, sallanmış buxağı, çirkli saçları vardı. İri qızıl gülləri olan parçadan zövqsüz paltar geyinmiş bu gənc qadın dəbdəbəli qonaq otağını korlayan ləkə kimi görünürdü. Renat onun şəkillərdə gördüyü həmin yeniyetmə qız olduğunu anlayanda dəhşətə gəldi. Deməli, bu mənzilin və milyardlarla pulun sahibi bu qadın idi. Renat onu gördüyü zaman hiss etdiyi dəhşəti gizlətməyə çalışdı. Tamara isə özünü saxlaya bilmədi. Qıza bax, deyə mızıldandı. Bu ki Beymunddur. 15-ci fəslin sonu. 16-cı fəsil. Sara Fulen onların qarşısındaydı. Ricardo kreslonu Renatla Tamara'nın yanına gətirdi. Onlar növbə ilə yaxınlaşıb bu ebəcər insanın əlini sıxdılar. Gənc qadının üzünə zəif təbəssüm qondu. Söhbət zamanı Sara'nın sözləri çətinliklə seçdiyi hiss olunur. Təhsilinin və ünsiyyət qabiliyyətinin olmaması özünü bürüzə verirdi. Sizin həyat tarixçənizi mənə danışıblar. O kədərlə Renata baxdı. Deyirlər dayınız həlak olub və siz bir neçə milyard dollar miras almışsınız. Əvvəllər isə o adamın bacısı oğlu olduğunuzu bilməmisiniz. Mən də bilmirdim ki, varlı bir babam var. Sara kədərli gülümsəyib öz katibinə baxdı. Amma məni tapdılar və onun bütün pullarını mənə verdilər. Budur, mən indi New York ştatının ən varlı gəlin namizədlərindən biri olmuşam. Güldü. Sara'dan Meksikalı qanının olduğu hiss edilirdi. Dərisinin rəngi tünd, gözləri bir qədər qıyıq, saçları qara idi. Cavanlıqda qəşəng olub, Renat fikirləşdi. Amma cavanlıqda niyə? Bu qızın hazırda cəmi 23 yaşı vardı. Görəsən, necə olub ki, belə dəhşətli dərəcədə kökəlib? Hər halda o fast foodlarla qidalanır. Həm də özü üçün qidalanma üzrə xüsusi mütəxəssis də tuta bilərdi. Qidalanmır. Söhbətimizi yazmağa icazə verirsiniz? Şəripov soruşdu. Sara başına təpətdi. Tamara diktafonu çıxarıb işə saldı. Ananız sizə öz atası haqqında heç vaxt danışmamışdı? Renat ilk sualını verdi. Yox, amma heç onu tanımırdı. Anam heç onu tanımırdı. Mənə elə gəlir ki, anam onu yadda saxlamaq istəmirdi. Bəs nənəniz? Mən onu demək olar ki, tanımırdım. Bəs həmin Fulenin nəvəsi olduğunuzu sizə heç kim deməmişdi? Təbii ki, yox. Atamın familiyasını daşıyırdım. Mən Sara Diasam. Son 4 ildə Sara Fulen olmuşam. Bu mirasa sahib olmağın şərtlərindən biri idi. Babam istəyirdi ki, onun familiyası yaşasın. İndi gərək mən ərə gedim və varis doğum. Sara zarafatla dedi və öz sözlərinə qəqqəhə çəkib güldü. Renatla yanaşı oturmuş Tamara bu gözlənilməz qəqqəhədən tiksindi. Onun xidmətlərinə ehtiyac yox idi. Sara çox sadə dildə danışır, hətta bəzən jargon da işlədirdi. Renat fikrindən keçirdi ki, qarşısında əyləşmiş qadına hətta 50 yaş vermək olar. Yəqin ki, onda hormonal pozğunluq baş verib. Şəripov fikirləşdi və növbəti sualını verdi. Sizi tapıb Tom Fulenin milyardlarının varisi olduğunuzu söylədikləri vaxt nə hiss etdiniz? Mən qorxdum. Sara dərhal cavab verdi. Elə bildim ki, polis bizim
barda tapılan narkotikə görə məni axtarır. Ümumiyyətlə mən onlara inanmırdım. Heç kimə inanmırdım. Hətta mənə babamla danışmağa imkan yaradanda da inanmadım. Bəs nə vaxt inandınız? Vəkillərdən biri mənə 100 dollar verəndə mənim 84 dollar borcum var idi. O adam 100 dolları mənə elə-belə verdi. Bu mənim üçün çox böyük pul idi. Onda inanmağa başladım. Siz yəqin ki, həmin 100 dolları ona faizi ilə geri qaytardınız. Qaytardım. Sara təkrarladı. Yox, yox. O heç məndən pulu istəmədi də. Mən isə unuttum. Doğrudan da unuttum. Onu tapıb 100 dollarını qaytarmaq lazımdır. Ricardo, öyrən gör, həmin vəkil hardadır? O öz katibinə müraciət etdi. Sonra sizi babanızın yanına apardılar. O artıq ölüm ayağında idi. Xəstəxanada ayrıca palatada yatırdı. Həkimlər deyirdilər ki, heç 1-2 gündə davam gətirə bilməz. Amma o 2 həftədə yaşadı. Bax, belə güclü adam idi. Siz onunla danışırdınız. Az, çox az. Son günlərdə ümumiyyətlə danışa bilmirdi. Amma məni onun yanına gətirəndə çox sevindi. Dedi ki, indi rahat ölə bilər. Vəkillər 2 gün onun yatağının yanında oturdular. O hər şeyi lazım olduğu kimi tərtib etdirdi. Elə etdi ki, mənim əlimdən pulları ala bilməsinlər. Həm də mən onları necə gəldi xərcləyə bilməyim. Sara yenə ucadan güldü. Onun sərvətinin varisi olduğunuzu bildikdən sonra aldığınız ilk böyük şey nə olub? İlk aldığım gənc qadın fikrə getdi. Özüm üçün 40 dollarlıq saat aldım. Sara gülümsədi. Sonra 400, sonra 8000, sonra 1 milyon dollarlıq. Ricardo, indi mənim neçə dənə saatım var? 23 dənə. Katib cavab verdi. 23. Sara təkrarladı. Amma birinci saatım 40 dollara almışdım. 40 dollara almışdım. İstəyirdim ki, saatım olsun. Belə idman üslubunda saxta daşlarla bəzədilmiş saatlardan. O vaxt elə onlardan almışdım. Bəs sonra nə aldınız? Yadımda deyil. Mən onda xeyli kağıza qol çəkməli oldum. Heç nə başa düşmürdüm. Sonra mənə babamın Kaliforniyadakı fermer təsərrüfatını göstərməyə başladılar. 30 otağı, atları, avtomobilləri, yataq otaqlarını. Mən hətta ora girməyə də qorxurdum. İlk günlərdə heç nəyə əl vurmurdum. Elə bilirdim, kimsə gəlib məni oradan qovacaq və hər şeyi əlimdən alacaq. Sonra alışdım. O vaxt həyatınızda kimsə var idimi? Görüşdüyünüz hansısa bir adam. Əlbəttə vardı. Sara yenə gülümsədi. Mənim çox yaxşı bir sevgilim vardı. Antonio. O Venezueladan idi. Biz onunla düz 8 ay birgə yaşamışdıq. Hətta fikirləşirdim ki, evlənəcəyik. Sonra mən miras aldım. Ondan ayrıldınız? Yox. Onun özü tutuldu. Bu dərhal olmadı. Antonio dözə bilmədi. Barışa bilmədi. Əvvəlcə heç inanmadı. Elə bildi ki, mən hər şeyi uydururam. Sonra villaya, mənim yanıma gəldi. Otaqlarda səssiz-səmirsiz dolaşmağa başladı. Hər şey yaxşı idi. Fikirləşdim ki, onun xoşuna gələcək. Amma Antonio susurdu. O ümumiyyətlə çox danışmağı sevməzdi. Villada olanda isə heç danışmırdı. Elə bil dilini qoparmışdılar. Bir neçə gün susdu. Hətta yataqda da susurdu. Halbuki əvvəllər yataqda olduğumuz zaman həmişə mənimlə söhbət edərdi. Sonra birdən yoxa çıxdı. Mən onun nə üçün qaçdığını öyrənə bilmədim. Yəqin ki, həmin villada yaşamaq onun xoşuna gəlməmişdi. Ya da mənim zəngin olmağım. Antonio avtomobil təmiri emalatxanasında işləyir və yaxşı qazanırdı. Həmişə mənim qayğıma qalır, təzə paltar, ayaqqabı alırdı. Birdən-birə gəlib düşmüşdü babamın villasına. Bu da onun xoşuna gəlməmişdi. Yəqin ki, mən də özümü ağılsız aparmışdım. O vaxt daha çox öz pullarım haqqında fikirləşirdim. Ona necə zəngin və əhəmiyyətli bir adama
çevrildiyimi göstermek istəyirdim. Hamının üstünə çığırırdım. O da qərar aldı ki, çıxıb getsin. Mən onu bir də heç vaxt görmədim. Ondan sonra yaxın dostumuz olmayıb, Renat sualı verən kimi onun yersiz olduğunu başa düşdü. Çətin ki, qarşısında oturmuş bu qadının cavan bir sevgilisi olaydı. Amma gözləmədiyi halda Sara başını tərpətdi. Yox, hətta bir neçə sonra Michel ortaya çıxdı. O aktör idi, fransız aktör. Hətta bir neçə filmdə də oynamışdı. Elə bilirdim ki, o məni sevir. Amma onun xoşuna gələn mənim pullarım imiş. Öz studiyasında olan qızlarla mənim hovuzumda çimirdi. Eyni vaxtda 5 qız çağırmışdı. Mənim pulumla. Bunu bilən kimi onu qovdum. Bununla da bitdi. Sara dərindən köks ötürdü. Müxtəlif kişilər peyda olurdu. Amma onların hamısını yalnız mənim sərvətim maraqlandırırdı. Ona görə də mən daha heç kimlə görüşmədim. Sonra sürətlə kökəlməyə başladım. Özüm üçün ən yaxşı yeməkləri sifariş verdim. Özüm üçün ən yaxşı kataloqlar gətirirdim. Hətta Meksikadan da. Mənim evimdə Los Angeles'in ən yaxşı aşpazları işləyirdi. Sonra qərar aldım ki, biraz arıqlayım. Bir müddətdən sonra pəhriz saxlamağa başladım. Həkimlərə, müxtəlif mütəxəssislərə xeyli pul xərclədim. Amma heç nə kömək etmədi. Mənə dedilər ki, nahaq yerə 14 yaşında 2 dəfə abort etdirmisən. 14 yaşında necə doğa bilərdim axı? Onda babamın milyardlarından xəbərim yox idi. Abortlardan birini Texasda etdirmişdim. Yəqin ki, o vaxt nəyisə zədələyiblər. Pəhrizin isə mənə heç bir xeyri olmadı. Hətta piylərimdən qurtulmaq üçün əməliyyat da olunmuşam. Amma heç nə kömək etmir. İndi Ricardo İndoneziyadan bir mütəxəssis dəvət edib. O, sabah gəlməlidir. Deyirlər, o adam mənə kömək edə bilər. Ricardo gülümsədi. Renat ona baxdı və hansısa daxili intuisiya ilə hiss etdi ki, sabah İndoneziyadan gəlməsi gözlənilən həmin mütəxəssis də növbəti fırıldaqçılardan biridir. Üstəlik o Saraya heç nə ilə kömək edə bilməyəcəkdi. Sadəcə Ricardo öz sahibəsini sıxışdırıb pul qopartmaq üçün növbəti bir vasitə tapmışdı. Siz xoşbəxtsinizmi? Renat bilirdi ki, Amerikalılara bu cür suallar vermək olmaz. Amma yenə də soruşmuşdu. Çox xoşbəxtəm. Sara əsl Amerikalı kimi cavab verdi. Onun problemləri yalnız özünə aid idi. Cəmiyyət içində isə dəyişməz Amerikalı dikbinliyini nümayiş etdirmək lazım gəlirdi. Sizin indiyədək həyata keçirə bilmədiyiniz hər hansı bir arzunuz varmı? Mən uşaq doğmaq istəyirdim. Sara etiraf etdi. Bu 23 yaşlı eybəcər görünüşlü qadının düşüncə tərzi 16 yaşlı qızlarda olduğu kimi idi. İstəyirdim özümə oxşayan balaca bir yumurcağım olsun. Amma həkimlər deyirlər ki, indi bu çətindir. Bəlkə də bir çarə taparlar. Deyirlər ki, uşağı sınaq balonunda da əmələ gətirmək olur. Əgər mən bacarmasam. Siz miras aldıqdan sonra başqa yerlərə getmisiniz? Sara fərəhlə dedi. Mən Las Vegasda, Atlantic City'də, Yeni Orleans'da olmuşam. Daha harda olmuşam? O öz katibindən soruşdu. San Francisco'da. Ricardo onun yadına saldı. San Francisco'da. Sara sevincək təkrarladı. Sonra Kaliforniyadan bura köçdüm. Villada çox adam vardı. Həm də səsli küylü yer idi. Burada isə sakitlikdir. Bəs xarici ölkələrə getmisiniz? Getmisiniz? Mən Parisə getmək istəyirdim. Michel deyirdi ki, ora dünyanın ən gözəl şəhəridir. Amma getmədim. Mən heç vaxt təyyarədə uçmamışam. Qorxuram. Ona görə də getmədim. Mən hətta New York'a da maşınla gəlmişəm. Kaliforniyadan düz bura qədər. Maşınla? Renat Tamaraya tərəf baxmağa utandı. Belə çıxır ki, onların hamısı bir-birinə bənzəyir. Onların yoxsul təxəyyülü bu bədbəxt qızın təxəyyülündən
heç nə ilə fərqlənmir. Onun xəstə təxəyyülü, onun yoxsul təxəyyülü bu bədbəxt qızın təxəyyülündən heç nə ilə fərqlənmirdi. O da belə bir səfəri özünə rəva görmüş, Moskvadan Kiyevə maşınla gəlmişdi. Çox ağılsız və utandırıcı bir haldır. Sara'dan nə oxuduğunu soruşmaq axmaqlıq olardı. Yəqin bu qız ömründə bircə kitab da oxumamışdı. Artıq müsahibəni bitirmək olardı. Hər şey aydın idi. Don Fulen özü və varisləri haqda fikirləşirdi. Onlar hələ uzun müddət Fulenin imperiyasının çiçəklənməsini təmin etməli idilər. O öz yeganə nəvəsini məhz buna görə axtarıb tapmışdı. Don Fulenin ağlına da gəlməzdi ki, bu qızın başına tökülən pullar, böyük pullar onu öz ağırlıqları altında əzə, bədbəxt bir məxluqa çevirə bilər. Sevdiyi və birlikdə yaşadığı oğlan Sara'nı atıb getmiş, xidmətçilər və ətrafında peyda olan alfonslar onu aldatmağa başlamışdı. Sonra uşaqlıqda çəkdiyi azlıq və qidalanma məhdudiyyətinin olmaması öz təsirini göstərmişdi. 23 ədəd saat da həddən artıq idi. Eyni zamanda onda baş verən hormonal dəyişikliklər. Sara birdən və dəqiq şəkildə başa düşmüşdü ki, o artıq bütün başqa kişilər üçün görüşmək istədikləri qız kimi yox, Don Fulenin milyardlarının zəngin varisi kimi maraqlı olacaq. Yəqin ki, hormonal pozğunluq da məhz o zaman baş vermişdi. Charlie Chaplin'in Qızıl Həyəcanı filmindəki kimi. Orada Charlie azıqdan ağlını itirmiş qızı laxtarına kök-töyük şəklində görünürdü. Sara'nı da hamı həmin toyuq kimi görürdü. O isə bununla barışmaq istəmirdi. Öz gələcəyinin qayğısına qalmadığı keçmiş həyatı da təsirini göstərirdi. 14 yaşında 2 abort. İndi uşağının olması çətin məsələdir. Bunu yalnız arzu etmək olar. Ya da sınaq balonunda əmələ gətiriləcəyinə ümid bağlamaq. Necə də dəhşətli bir vəziyyətdir, Renat fikirləşdi. Onun bütün dünyanın ən xoşbəxt qadınlarından biri hesab edirlər. Amerika qəzetləri onun haqqında məqalələr yazır, müsahibələr hazırlayır. Gözlənilmədən Don Fulenin sərvətinin varisinə çevrilmiş bar afisantı. O isə sadəcə xoşbəxtlik arzusunda olan bir qızcığaz idi. Fulenin xüsusi xəfiyyələri onu tapmasaydılar, ya da babası ona belə böyük bir sərvət qoyub getməsəydi, yəqin ki, onun həyatı tamam başqa cür olardı. Sara həmin avtomobil təmirçisinə ərə gedərdi. Hətta bəlkə arzusunda olduğu uşağı da doğa bilərdi. Elə olsaydı, bu qədər çox qida qəbul etməlidir və katibi onu bu yırğalanan kresloda gəzdirməli olmazdı. Maraqlıdır, görəsən onun özü bu barədə nə fikirləşir. Bu sualı mütləq Saraya verməlidir. Jurnal üçün yox, özü üçün. O bunu mütləq bilməlidir. Sara, deyin görək, Renat xəbər aldı. Hər şey başqa cür olsaydı, əgər babanız sizi tapmasaydı və siz əvvəlki kimi barda işləsəydiniz, necə olardı? Necə fikirləşirsiniz? Onda yaxşı olardı, yoxsa pis? Əlbəttə pis. Sara təəccüblə cavab verdi. Mənim bu cür evim, villam, nə qədər maşınım var. Babama çox minnətdaram. Mən daim onun ruhuna dua edirəm. O çox yaxşı adam idi. Bu sualı nahaq verdim. Renat məyus halda fikirləşdi. O mənim nəyi nəzərdə tutduğumu heç anlamadı da. O Tamara'nın baxışlarını gördü. Yəqin ki, Tamara onun vəziyyətini başa düşürdü. Cəmi 23 yaş olduğu halda artıq 50'ə çevrilmiş, fikrini ifadə etmək üçün lazımi sözləri çətinliklə tapan bu gənc qadından daha nə soruşmaq olardı? Müsahibəyə görə
Sizə təşəkkür edirəm. Həqiqətən Şəripovu daha heç nə maraqlandırmırdı. Amma mən sizdən bir söz soruşmaq istəyirdim. Sara gülümsədi. İlk dəfə miras aldığınızı biləndə nə fikirləşdiniz? Fransada ölmüş dayıma görə təəssüflənmişdim. Renat etiraf etdi. O öz ailəsi ilə birlikdə qəzaya uğramışdı. Bu hətta qəza da deyildi. Ailəsinin uçduğu vertolyotu havada partlatmışdılar. Şəripov birdən anladı ki, səhv yol verib. Ehtiyatlı olmaq lazım idi. Tamara ağılsız qadın değildi. Əgər dayısının ailəsinin uçduğu vertolyotu partlatmışdılarsa, onun özü harda idi? Siz xeyirxah adamsınız. Sara başını tərpətdi. Buna görə də Allah sizə o qədər pul bəxş O hər kəsin bu həyatda özünü necə apardığını görür. Allah mənə də bu pulları sınaq kimi göndərib. Ricardo yetim uşaqlar üçün yəni pulu göndərməyimə kömək edir. Renat sahibənin arxa tərəfində dayanıb gülümsəyən katibin həyasız sifətinə baxanda dözə bilmədi. Şübhə etmirəm ki, Ricardo yetim uşaqlar üçün əlindən gələni edir. Yəqin ki, yetimlərin pulunun bir hissəsi bu baxımlı və yaraşıqlı oğlanın cibinə gedirdi. Amma bu barədə nəsə demək lazım deyildi. Bu həyatda hər kəs özünə bacardığı kimi yer edir. Onlar sağollaşıb mənzildən çıxdılar. Şəripov maşında dinməz söyləməz oturub pəncərədən uzaqlara baxırdı. Hətta ilk dəfə gördüyü şəhərin mənzərələri də onu maraqlandırmırdı. Tamara nəhayət özünü saxlaya bilməyib dedi. Onun barəsində fikirləşmək lazım deyil. Hamı onun kimi axmaq olmur. Evdən qaçıb, abort etdirib, öz həyatını korlayıb. İndi isə bol-bol yeyib, içir və durub gəzə bilmir. Yəqin ki, tualetə də onu Ricardo aparır. Ricardo Sara'dan uğurladığı pulların müqabilində onu tualetə də apara bilər. Renat laqeyd səslə qeyd etdi. Amma bu həyatı onun özü seçib. Tamara xatırlatdı. Gərək babası onu biraz tez tapaydı. Sara'ya özünü necə aparmalı olduğunu öyrədəydi. Bu qız daim özü üçün yemək sifariş edirmiş və dayanmadan basıb yeyirmiş. Ən yaxşı aşpazları axtarırmış. Düzdür, bu aclıq içində keçən uşaqlığının təsiridir. Amma bilirsinizmi? Mütənasib bədən quruluşunu qorumaq üçün pəhriz saxlamaq necə çətindir? Bunun üçün Sara'nın nə daxili stimulu, nə də mədəniyyəti olub. Bu məsələdə onun günahı çox azdır. Renat onunla razılaşmadı. Biz nə vaxt buradan çıxıb gedəcəyik? Sizin 7 günlük vizanız var. Tamara gözlərini bərəltdi. Biz isə təzəcə gəlmişik. Mənə elə gəlirdi ki, siz Las Vegas'ı ya da Atlantik City'ni görmək istəyəcəksiniz. Standart Amerika arzusu. Renat gülümsədi. Nə dediniz? Tamara onu anlamadı. Standart arzu. Şəripov izah etdi. Axı Sara da Las Vegas və Atlantik City'də olub. Deyərsən biz bir-birimizdən o qədər də fərqlənmirik. Bəlkə də 4 ildən sonra sən ya da Tələt məni belə bir kresloda başqa bir jurnalistlə görüş aparacaqsınız. Ümid edirəm, siz 14 yaşınızda abort etdirməmisiniz. Tamara onu acıladı. Yox, etdirməmişəm. Renat sakitcə cavab verdi. Əgər başqa yerə getmək istəmirsinizsə, New Yorkda qala bilərik. Da qala bilərik. Burada çoxlu muzey var. Tamara riyakarlıqla dedi. Doğrudanmı siz burada heç bir-iki gündə qalmayıb gedəcəksiniz? Gedəcəyəm. Şəripov qətiyyətlə bildirdi. Amma muzey barəsində haqlısan. Metropolitenə gedək. Dünyanın ən yaxşı muzeylərindən biridir. Axı biz hələ nahar etməmişik. Tamara etiraz etməyə çalışdı. Sən gördün ki, öz mədəsinə çox vaxt ayıran milyarderlər nəyə çevrilir? Muzeydə bir şey yeyərik. Yəqin ki, orada yeməkxana var. Mən bu əzəmiyyətə
Ezamiyyətdə mədə yarası qazanacağam. Tamara şikayətləndi və sürücüyə müraciətlə ucadan xahiş etdi. Xahiş etdi ki, maşını döndərib Metropoliten muzeyinə tərəf sürsün. Sonra Renatdan soruşdu. Başqa bir istəyiniz varmı? Biletləri dəyişdirmək yadından çıxmasın. Şərifov xatırlatdı. Biz bir qədər tərəddüd edib dedi. Biri gün gedirik. Çox şükür. Tamara rahat nəfəs aldı. Mən sabah sizə şəhər göstərərəm. Yox, Renat rəhimsizcəsinə etiraz etdi. Yadıma düşdü ki, burada başqa bir muzey də var. Bax, biz ora gedəcəyik. Deyəsən, Guggenheim muzeyidir. Müzey adlanır. Salomon Guggenheim, İncəsənət Muzeyi. Tamara köks ötürdü. Amma mübahisə etməyi lazım bilmədi. Zərər yoxdur, fikirləşdi. Buradan Fransaya gedəcəyik. Bəlkə ora daha çox xoşuna gələcək. 16-cı fəslin sonu.